Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız Bakı Dövlət Universitetinin müəllimi, tarixçi, alim Boran Əzizdir. Boran bəy, xoş gördük. Hoş gördük. Boran bəy, bu günləri, dünən Qurban Bayramı idi, bu günləri Cümhuriyyətin yarandığı gündür və bu gün də hesab edirəm ki, Azərbaycan üçün və Azərbaycan xalqı üçün çox önəmli tarixdir və buna görə də həm Qurban Bayramına görə, həm Cümhuriyyətin yaranmasına görə, həm izləyiciləri, həm də sizi təbrik edirəm. Çok sağ olun. Əvvəla mən də sizi təbrik edirəm. Bizə baxanlara xahiş edirəm, bəyənsinlər, paylaşsınlar. Sizə də təşəkkür edirəm ki, belə gözəl bir gündə fikrimizi bölməyə imkan yaradırsınız. Təşəkkür edirəm və minnətdaram. Yer gəlmişkən, Boran Əziz, izləyicilər üçün deyirəm, Boran Əziz Cümhuriyyətlə bağlı çoxlu sayda kitabların müəllifidir. Hətta Cümhuriyyətin 100 illiyi medalı ilə də təltif olunub. Və Boran Əzizi ümumiyyətlə tanıyanlar bilir ki, Cümhuriyyətlə bağlı saysız hesabsız istər məqalələri, istər kitabları və yaxud da bu sahədə ən çox belə araşdırma aparan tarixçilərdən, alimlərdən biridir. Boran bəy, mən o dövrü aşağı-yuxarı bizim izləyicilər də və təbii ki, istər məktəblərdən, istər daha sonra digər kitablardan və yaxud da ki, hansısa bir verilişlər vasitəsilə o dövrün tarixi ilə bağlı çoxlu sayda insanların informasiyası var, məlumatı var. Amma mənim verəcəyim sual bununla bağlı idi. Biz bu dönəmdən ora baxmağımızı istəyərdik. Ümumiyyətlə, Cümhuriyyətin yaranmasının indiki müstəqil Azərbaycan üçün tarixi əhəmiyyəti nədən ibarətdir və Cümhuriyyətin olmağı, o 23 aylıq o Cümhuriyyətin varlığı bizə nələri verdi? Çox təşəkkür edirəm. Əvvəla deyim ki, bu il bizim üçün bir neçə əlamətlər hadisə olub. Novruz bayramı ilə Oruçluq bayramı üst-üstə düşdü. Çox doğru qeyd elədin ki, indi də Qurban Bayramı ilə bizim Cümhuriyyət Bayramımız, müstəqillik günümüz üst-üstə düşür. Mən də bu münasibətlə hər kəsi salamlayıram və bu çox nadir hallarda üst-üstə düşən bir hadisədir. Yəqin ki, həm də bu Tanrının bir lütfüdür ki, bizə bu bayramları birgə görmək, qeyd eləməyə qismət eləyirdi. Əvvəla deyim ki, Cümhuriyyətin qurulması təsadüfi və yaxud da kiminsə bizə göydən zəmbillə endirilmiş, qarşımıza sinədə gətirib qoyulmuş bir hədiyyə olmamışdır. Cümhuriyyət aparılan ağır, çətin, amma heç şübhəsiz ki, şərəfli mübarizədən sonra yaranır. Və deyim ki, Cümhuriyyət Çar Rusiyasının iqtisadi, siyasi və mənəvi sahədə həyata keçirdiyi müstəmləkəçilik siyasətindən doğaraq 1918-ci il ərəfəsində dünyada, Avropada, o cümlədən də Qafqazda və Azərbaycanda cərəyan edən proseslərdən sonra yaranmışdır. Və bu baxımdan bizim üçün çox əlverişlidir. Sizə deyim ki, 44 günlük vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı Ali Baş Komandan çıxış edərkən gözəl bir ifadə işlətmişdi ki, biz qələbəni döyüş meydanında qazanırıq. Çünki bu çox əhəmiyyətli bir məsələ. Bax, bu baxımdan da deyə bilərim ki, Cümhuriyyət də bizə kiminsə hədiyyəsi deyildi, xalqımızın apardığı bu mübarizədən sonra yaranmışdır. Və bilirsiniz, bugün dünyada 4500-5000'ə yaxın xalq yaşayır. Amma onlardan cəmisi 196'nın dövləti var. Heç də bütün dövlətlər müstəqilliyinə nail ola bilməyib. Çünki müstəqil dövlət qurmaq o qədər də asan iş deyildi. Bunun üçün millətin dövlət yaratma təfəkkürü, intellektual potensialı, dövləti qurarkən qarşısına çıxan çətinliklərdən qorxmaması, başına gətirilən faciələrdən geri çəkilməməsi, qürurlu, azad yaşamaq istəyi, əxlaqı olmalıdır. Bu baxımdan da əlbəttə biz Azərbaycanın 196 dövlətdən biri olduğunu söyləyərkən məhz xalqımızın belə əxlaqi keyfiyyətlərə malik olduğunu həm dərk edirik və buna görə də qürur hissi keçiririk.
Bir məsələni də qeyd edim ki, Səxavət bəy, Bəli. Cümhuriyyətdən danışarkən tam səmimi deyirəm ki, insanın gözünə sanki işıq gəlir, qəlbi nurlanır. Razıyam. Bu əlbəttə Cümhuriyyət qurucularının bizimlə bir kənddən və yaxud da bir obadan olması ilə əsla bağlı deyil. Azərbaycan dövlətçilik tarixi eramızdan əvvəl 3-2 minilliklərdən başlayır. Bu müddət ərzində babalarımız yaratdığı dövlətə müxtəlif ad vermişdir. Paytaxtlar da müxtəlif olur. Amma tarixdə ilk dəfə adı Azərbaycan, paytaxtı Bakı olan bir dövləti Məhəmməd Əmin Rəsulzadə rəhmətli və onun silahdaşları ilk dəfə yaratdılar. Çox əhəmiyyətli bir məsələ. Cümhuriyyətə qədər bizim babalarımızın yaratdığı dövlətlərin hamısı sülalə dövlət olmuşdur. Ancaq tarixdə ilk dəfə Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları Azərbaycanın müxtəlif bölgələrindən, əhalinin müxtəlif təbəqələri içərisindən, həm də milli təəssübkeşliyi olan sahibkarlarla birgə bir iman ətrafında, bir ideologiya ətrafında birləşərək Cümhuriyyəti qura bilmişdilər. Bu səbəbdən də bu qurucu babalarımız rəhmətliklər acgözlükdən, görməmişlikdən uzaq həyat tərzi keçirərək onu qurarkən bu dövlətin yeraltı və yerüstü zənginliklərindən əsla istifadə etməmişdilər. Dünyanın müxtəlif ölkələrində və yaxud banklarında pul yığmamışdılar, malikəni ucaltmamışdılar. Ona görə bunlara hər bir Azərbaycanlının bu vətənə elə bağlı olan adamların hər birinin qəlbində heykəl var və adları çəkiləndə də belə sevgi ilə onları yad eləyir. Bu Cümhuriyyət Azərbaycan tarixində təxminən 300-dən artıq ilkə imza atıb. Amma əlbəttə burasını hökmən deməliyik ki, tarixdə ilk dəfə Azərbaycan adın coğrafi məfhumdan beynəlxalq hüququn subyektinə çevirmişdilər. Həm də nə qədər çətin də olsa, Birinci Dünya Müharibəsinin qalibi olan Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və onların müttəfiqi olan Rusiya, hətta bizim qonşu ölkə olan bizim üçün əziz İran dövləti də Azərbaycan adına çox kəskin surətdə etiraz etmişdilər və tələb edirdilər ki, bu Azərbaycan adının güya bizə heç bir aidiyyəti yoxmuş. Yaxşı olar ki, siz gedin ölkənizin adını dəyişərək Arran, Muğan və ya Şirvan qoyun. Amma qurucu babalarımız bax, həmin çətin şəraitdə o müharibənin qalibləri ilə apardıqları olduqca uğurlu danışıqlardan sonra həm onlara, həm də qonşumuz İran dövlətinə Azərbaycan adını nəhayət qəbul etdirə bildilər və onları inandırdılar ki, Azərbaycan dövlətinin onlar üçün heç bir təhlükə törətməyəcəyini bildirdilər. İnandırdılar onlara və nəticədə onlar çox çətinliklə olsa da Azərbaycan adını dediyim kimi qəbul etdirdilər və Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, burada yaşayan xalqın Güneydə, Təbrizdə, Urmiyada, Makuda, Xoyda, Səlmasda yaşayan insanlarla nə danışığında, nə adət ənənəsində, nə dünya görüşündə heç bir fərq yoxdur. Əgər onların dili Azərbaycan dilidirsə, bəs buradakı danışılanların dili nədir? Ona görə də deyir ki, buranın adı Şirvan, Arran, Muğan yox, məhz Azərbaycandır. Və bu cəhətdən də əlbəttə onların yoxdan ilk dəfə olaraq bir dövlət yaratmalarını ayrıca qeyd etməliyik. Onların bir gördüyüm müsbət işi də, əhəmiyyətli bir işi də qeyd eləmək istəyirəm. Hər kəs yəqin ki, Gülüstan və Türkmençən müqavilələri ilə tanışdır. Bax, bu müqavilələrdə vətənimizin adı Azərbaycan kimi yox, xanlıqlar kimi qeyd olunmuşdur. Və torpaqlarımız xanlıqlar kimi işğal edildikdən sonra Çar Rusiyası onu paramparça edərək, onun bir qismin özünə, bir qismin o dövrdə Kartlı Kaxetiya çarlığına, bir qismində isə əvvəlcə
İrəvan vilayəti, sonra quberniyası, sonra da isə Ararat Respublikası yaradarak onlara vermişdi və nəticə etibarilə qurucu babalarımız dövlət qurarkən Azərbaycan adında bir inzibati vahid təhvil almamışdılar. Onlar Çar Rusiyasının yarattığı quberniya və qəzalardan, Azərbaycanlıların yaşadığı quberniya və qəzalardan ibarət olan bir torpaqda ilk dəfə beynəlxalq hüququn subyekti olan Azərbaycan dövləti yaratmışlar və bu da çox əhəmiyyətli bir hadisədir. Çox çətin bir vaxtda onlar əvvəla 97,3 min kvadrat kilometrlik mübahisəsiz, təxminən 114 min kvadrat kilometrlik isə mübahisəli ərazidə Cumhuriyyət yarandığını elan edilər. Həmin çətin şəraitdə onlar Azərbaycanın ərazi bütövlüyünü təmin edərək Bakını 20 min nəfərlik Şamiyanın, Daşnakların, Bolşeviklərin, sonra da Sentrokaspi, Mərkəzi Xəzər diktaturası deyilən Daşnak, Ağqvardiyaçı, SR menşeviklərdən ibarət olan hökumətdən təmizliyə bildilər. Və onlar bununla da kifayətlənmədilər. Qarabağı, Naxçıvanı və eyni zamanda Lənkəranı ana vətənə qovuşturdular və beləliklə Azərbaycan ərazisində olan o separatizm və torpaqları bölmək cəhdlərini onların gözündə qoydu. Ona görə də bu ayrıca qeyd olunmalıdır. Bir məsələni də deyim ki, Cumhuriyyət yaranarkən o müxtəlif səbəblərdən Tiflisdə elan edilmişdi. Və Tiflisdə yaranarkən onun cəmsi 600 nəfərlik ordu əskəri vardı və bu əskər ordu funksiyasından daha çox əslində polis funksiyasını yerinə yetirməyə gücü çatardı. Ona görə də Cumhuriyyət hökuməti dərhal 18-ci il iyunun 4-də Osmanlı dövləti ilə dostluq, qardaşlıq haqqında müqavilə imzaladı və həmin müqavilənin 4-cü maddəsinə görə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Mehmetçilər bizə kömək etməli idi. Görün nə qədər çətin vəziyyətdə yaranmışdı ki, Cumhuriyyət elan olunarkən onun nə büdcəsi yoxdur, nə büdcəsində 1 manat pulu. Hətta sizə deyim ki, o dövrdə Batum şəhərində danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altındakı qurucu babalarımızın bir neçəsi oradaydı və onları mehmanxanadan çıxardıb tələb edirdilər ki, artıq Zaqafqaziya dövləti dağılıbdır, bəs bizim pulumuzu verin. Yaxud da Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvlərindən tələb edirdilər ki, Tiflisdəki mehmanxananın pulunu versin. Bunlar o dövrdə 10 min manat pul tapa bilmirdilər ki, həmin borçlarını versin və Məhəmməd Əmin Rəsulzadə bildirirdi ki, borç bir yerdən götürək, dövlətik, sonra büdcəmiz yarananda onların borcunu qaytararıq. Yəni, bunu ona görə deyirəm ki, bizim çox hörmətli tamaşaçılarımız hansı çətin şəraitdə Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını daha aydın təsəvvür etsin. Bu baxımdan da Cumhuriyyətin gördüyü işlər, istər dövlət quruculuğu sahəsində, istərsə də Azərbaycanın beynəlxalq miqyasda tanınması istiqamətində çoxdur və bunların hər biri haqqında saatlarla danışmaq mümkündür. Mən sizdən əslində cavabımı aldım, nə mənada? Çünki həqiqətən də buranı işğal eləyərkən quberniya yaradmışdılar, amma ümumi bunun adını bir dövlət halına gətirib çıxartmaq əslində elə 91-ci ildə SSR-dən ayrılan zamanda vahid bir dövlətin yaranması məsələsini gətirdi, hesab edirəm, gündəmə çıxartdı. Ona görə də Cumhuriyyətə bu baxışdan baxmaqda hesab edirəm ki, çox doğrudur. Boran bəy, ümumiyyətlə Cumhuriyyət yaranarkən və o yaşadığı dövrdə də dünyada çox ağır kataklizmlər baş verirdi və indi də dünyada çox ağır bir proseslər baş verir. Yəni, nə o dönəmdə, nə bu dönəmdə və əslində dünyanın bəlkə də ən çətin, ən ağır, ən mürəkkəb coğrafiyalarından birində yerləşirik biz. Və hazırda müstəqil bir Azərbaycan dövləti var və Azərbaycan dövləti suverenliyini bərpa elədi. Yeri gəlmişkən 18-ci ildə də Azərbaycan döyüşə formalaşdı. Əslində elə 88-dən başlayan proseslərə baxdıqda onda da biz döyüşə formalaşdığının şahid olduq. Ümumi götürsək, belə bir mürəkkəb coğrafiyada və hazırki ümumiyyətlə dünyada baş verən proseslər fonunda hazırki Azərbaycan dövlətinin ümumiyyətlə perspektivini necə görürsünüz?
Cümhuriyyətə baxaraq və indiki vəziyyətə baxaraq ümumiyyətlə biz nələri etməliyik və bu dövlətin varlığını qorumaqdan ötürü hansı addımlar atmalıyıq? Çox əhatəli, geniş sualdır. Səxavət bəy, çalışacağım ki, qısa, müəyyən zaman kəsimində bizim tamaşaçılarımızı da yormadan ona öz düşüncələrimizi çatdırma onlara. Sizə deyim ki, çox doğru qeyd elədiniz. Birinci Cahan Savaşı'ndan sonra da böyük qalib dövlətlər, böyük dövlətlərin nümayəndələri, bir hissəsi Qarabağı, bir hissəsi Naxçıvanın ermənilərə verilməsi istiqamətində addım atırdı. Hətta əlbəttə biz bugün heç bir dövlətə ərazi iddiası əsla irəli sürmürük. BMT tərəfindən qəbul edilmiş sərhədləri tanıyırıq və hər kəsin də onun tanımasını zəruri hesab edirik. Amma həmin dövrdə qədim Azərbaycan torpağı olan Dərbənd, eyni zamanda Borçalı, bu tərəfdən Azərbaycanın Sürməli, İrəvan quberniyası və s. Düşmənin əlindeydi və onlar bununla kifayətlənməyərək hələ Naxçıvana, Qarabağa da iddia irəli sürürdülər və Cümhuriyyət bax o yarandığı dövrdə belə bu dövlətlərlə əlbəttə müharibə aparmadı, amma diplomatik yolla çox doğru, düzgün siyasət yeridərək Azərbaycanın faktiki olaraq 97,3 min kvadrat kilometr sərhəd daxilində ərazi bütövlüyünü təmin elədi. Amma indiki dövrlə müqayisə eləyəndə Səxavət bəy, burada bir incə məqam var. O dövrdə 1919-cu ildə Xosrov bəy Sultanov Qarabağda Azərbaycanın suveren hüquqlarını bərpa edərkən erməni kəndlilərinin, müəllimlərinin qurultayı çağırılmışdı və çox çətinlikdən sonra onlar bu qurultayda Cümhuriyyət hökumətinin tanıdığını bildirmişdi. 44 günlük vətən müharibəsi və antiterror əməliyyatı dövründə də Azərbaycan hökuməti buna cəhd göstərdi ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə, Azərbaycan konstitusiyasını qəbul etməklə təhlükəsizliyinə təminat veriləcək və qalsınlar Azərbaycanda yaşasınlar. Lakin onlar bundan imtina elədilər və Azərbaycanı tərk etdilər. Ona görə də Çar Rusiyasının Qafqazda möhkəmlənməsi və Qafqazın təhlükəsizlik arxitekturasında ermənilərə xüsusi bir yer ayırması kimi bir siyasət tamamilə iflasa uğradı. Və biz xalqımızın, dövlətimizin gələcəyi altında olduqca təhlükəli bir mina olan separatçı Dağlıq Qarabağ vilayəti sindromundan azad elədik və bu sizə deyim ki, bax, Cümhuriyyət dövründə əlbəttə biz mexaniki şəkildə bərabərləşdirmirik. Amma deyim ki, o dövrdə bunu eləmək mümkün olmamışdı. Amma 44 günlük vətən müharibəsindən sonra bunu eləmək mümkün oldu. Şübhəsiz, bizim tamaşaçılarımız şahiddir ki, bu nə qədər çətinlikdən sonra başa gəlirdi. Çünki ATƏT-in Minsk qrupu dəfələrlə tələb eləyirdi ki, reallıqla hesablaşmaq lazımdır. Ermənilərə həmin hüquqları tanımalıyıq və s. Müharibə yolu ilə bu problemin həlli yoxdur və s. Amma Azərbaycan dövləti və onun başçısı da dəfələrlə çıxışında Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini bildirirdi. Və bu baxımdan da Azərbaycan ordusunda çox böyük islahatlar aparıldı. Güclü iqtisadiyyat yaradıldı və bu iqtisadiyyat yaradılmadan güclü ordu da yaratmaq, onu müntəzəm təlimlərə cəlb etmək, ən müasir silah, sursatla təchiz etmək və o silahlardan istifadə edən kadrları yetişdirmək təbii ki, mümkün olmazdı. O baxımdan tamamilə doğru qeyd edildiniz ki, müasir dövrdə də Azərbaycan olduqca çətin bir vəziyyət qarşısında idi. Və bu vəziyyət qarşısında bizim tamaşaçılarımız yaxşı bildiyinə görə 44 günlük o zəfər, möhtəşəm zəfərə və antiterror əməliyyatına gələn yoldakı ayrı uğurları sadalib yormaq istəmirəm. Həqiqətən onlar çox əhəmiyyətlidir. Amma bir məsələni deyim ki, bax, bu müharibədə qələbə çaldıqdan sonra
bu işin bir tərəfi oldu. İkinci ən mühüm cəhəti bu qələbənin, bu reallığın dünya birliyinə qəbul etdirilməsi məsələsi idi və bir sıra dövlətlər, hətta bu dövlətlərin bir qismi Avropada güya insan haqları və demokratiya cavabdeh imişlər kimi, dünya düzəninə cavabdeh bir dövlət kimi özlərini təqdim edərək bu reallığı qəbul etmək istəmirdilər və yenidən separatizmi gücləndirməyə, ermənilərin xüsusilə Azərbaycan xalqına qarşı terrorçuluq və separatizmdə fəaliyyət göstərən adamları müdafiə eləməyə başladılar. Halbuki Avropada eyni cür hərəkət edən adamlara tamamilə başqa cür münasibət vardı. Azərbaycanda isə bunlara başqa cür münasibət bəsləyirlər və bu baxımdan da onların səmimiliyinə inam qalmadı. Həm də biz Azərbaycan dövlətinin nə qədər çətinliklə, amma səbirlə, ustalıqla onu qəbul edilməsi sahəsində fəaliyyət göstərdiyinin şahidiyik və indi də son dövrlərdə aparılan bir sıra işlər də bunun düzgün olduğunu göstərirdi. Ona görə də biz beynəlxalq şəraitin çətinliyin nəzərə alaraq radikal addımlar atmadan, amma beynəlxalq hüquq qaydaları bizim tərəfimizdə olduğuna görə diplomatik yolla, danışıqlar vasitəsilə həm də dünyada haqq və ədaləti müdafiə edən bizim dostumuz Türkiyə, Pakistan və başqa dövlətlərlə birgə bu məsələnin reallaşmasına cəhd göstəririk və bu yolu da doğru yol hesab edirik. Boran bəy, digər sualım siz qeyd elədiniz, Cumhuriyyətin mübahisəsiz ərazisi, mübahisəli ərazisi var və Azərbaycan, hazırki Azərbaycan dövləti faktiki olaraq özünü də Cumhuriyyətin varisi elan edib, yəni Cumhuriyyətin varisi elan edib. Varislik o deməkdir ki, hər şeyə sahiblənmək deməkdir. Yəni o 94-də də, mübahisəli 114-də də, yəni əslində ən azından iddia eləyə bilər. İddialar var. Məsələn, bəziləri deyir ki, məsələn, Azərbaycanda da bəzi siyasətçilər dedi ki, məsəl üçün, o varislik məsələsini çıxartmaq lazımdır, çünki sülh müqaviləsinə problem yaradır. Paşinyan dəfələrlə Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr olduğunu qeyd eləyir və sonra da qeyd edir ki, Azərbaycan tərəfi, məsəl üçün, deyir ki, Azərbaycan prezidenti niyə, məsələn, rəqəmlə demir ki, Ermənistanın ərazisi nə qədərdir? Məsələn, bu məsələlər var ortalıqda. Və sanki Paşinyan ümumiyyətlə hazırki o ərazisini qeyd eləməklə bizim o varislikdəki, yəni o bir mübahisəsiz, bir də mübahisəlini də tamamilə götürmək istəyir. Ümumiyyətlə bu ərazi məsələsi və bu tip məsələlər, bu tip məsələlərin ümumiyyətlə gündəmə gəlməsi, bu cür proseslər, yəni bu təbii ki, indi burada tarixçilərin də fikrini almaq lazımdır və mən də ona görə sizin elə fikrinizi almaq istəyirəm ki, bir tarixçi alim olaraq ümumiyyətlə necə düşünürsünüz, bu proses necə getməlidir və bu məsələdə Ermənistan tərəfi sanki belə deyək də bu 86,6 ilə nəyisə Azərbaycandan oğurlamış mı olur? Səxavət bəy, əvvəla mən deyib, bax bu istəyirəm bizim tamaşaçılarımız bir qədər ortaya seçin. Bəli. Bax bu kitabımızda da Cumhuriyyət uğrunda mübarizə, bəli. Milli Azadlıq Hərəkatının aktuallığı, dövrləri və cərəyanları adlı Çapar nəşriyyatında 2026-cı ildə çap olunan kitabındadır. Bundan əvvəlki yazılarımızda da Cumhuriyyət və onun ərazisi ilə bağlı danışarkən bir məsələni qırmızı xətt kimi verir. Biz bugün Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya dövlətlərinin qəbul edilmiş ərazilərini tanıyırıq. Onun dəyişdirilməsinin çox böyük fəlakət olduğunu və çoxlu sayda insanların həlak olacağını, yaşayış məskənlərinin dağılacağını bildirmişik. Amma bununla yanaşı, obyektivlik naminə bax bunu tanımaqdan imtina edən adamlara tarixi xatırlatmağa məcburuq. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyəti elan edilərkən onun mübahisəsiz ərazisi dediyimiz kimi 97,3 min kvadrat kilometr. Erməni Ararat Respublikasının ərazisi 9 min kvadrat kilometrdən bir qədər artıqdır.
Amma Bolşeviklər 1920-ci ildə torpaqlarımızı işğal etdikdən qısa bir müddət sonra Azərbaycan əhalisi içərisində heç bir referendum keçirmədən, hətta özlərinin qoyduğu o oyuncaq kommunistlərin rəyin nəzərə almadan Azərbaycan torpağı olan Zəngəzuru iki yerə böldü və Qərbi Zəngəzuru Ermənistana verdi. Bu Qərbi Zəngəzur təxminən 4,4 min kvadrat kilometrlik bir ərazi idi və indi Dağlıq Qarabağ o dövrdə yaradılan Muxtar Vilayətinin ərazisi qədər idi. Və nəticədə Azərbaycan faktiki olaraq həm Türkiyədən, həm də Naxçıvandan ayrı salındı. İkinci, həmin Sovet hökuməti yenə əvvəl söylədiyim qaydada Qazaxdan Göyçə gölünə qədər olan, indi ermənilər oranı Sevan adlandırırlar, ora qədər olan ərazinin də təxminən 4,1 min kvadrat kilometrlik torpağı da heç bir razılıq olmadan alıb ermənilərə verir. Və bu siyasət çox maraqlıdır. 1923-cü, 24-cü illərdə Azərbaycanın ərazisi ilə bağlı danışıqlar aparılmışdı və sonra Moskva və Qars müqavilələri ki imzalanmışdı 24-cü ildə. Bax, bu müqavilədə Naxçıvanın ərazisi 5,9 min kvadrat kilometr göstərilmişdir. Amma o dövrki Bolşeviklərin bilavasitə razılığı və məcburiyyəti qarşısında Naxçıvandan ərazi azaldılaraq onun torpağı baxmayaraq ki müqavilə ilə müəyyənləşdirilmişdi, 5,5 min kvadrat kilometrə azaldıldı. Və nəticədə Azərbaycan torpağında olan yeganə Nüvədi kəndi də ermənilərə verildi və təsəvvür eləyin ki, ermənilərin torpağı 9,9 min kvadrat kilometrdən 29,8 min kvadrat kilometrə artdı. Azərbaycanın 97,3 min mübahisəsiz ərazisi isə 86,6 min kvadrat kilometr qaldı. İndi biz bəyən bunu deməyək, amma yenə gəlirəm o fikrin üzərinə ki, biz bunu söyləyərkən indi Birləşmiş Millətlər Təşkilatına ermənilər 91-ci ildə daxil olarkən o ərazilərin geri qaytarmağı tələb eləmiriksə də, amma onlara xatırladırıq ki, onlar əsassız iddialarından əl çəksin, Azərbaycan ərazisində özlərinə bir dövlət yaradıblar və Azərbaycan həmin dövləti və həmin ərazini tələb eləyə bilər. Onların paytaxtı olan İrəvan da qədim Azərbaycan şəhəri idi və həmin şəhər və ərazi Çuxursəhət Bəylərbəyliyinin ərazisi idi. Rəvan xanın mərkəzi idi və 1411-ci ildə Çuxursəhət Bəylərbəylində Əmir Səhət vəfat edərkən 1415-ci ildə onun məqbərəsi qoyulmuşdu. Ermənilər sonra çox maraqlıdır, 39-cu ildə kitab çap eləyiblər ki, Ermənistan ərazisində maddi mədəniyyət abidələri. Həmin Əmir Səhədin üzərində ucaldılmış məqbərəni də erməni abidəsi kimi verməyə çalışmışlar. Halbuki unutmuşlar ki, o abidə Orta əsr səyyahlarının da kitablarında, hətta erməni müəlliflərinin özlərinin də 19-cu, 20-ci yüzün əvvəllərinin kitablarında da bu Azərbaycanlılara məxsus olan abidə kimi yazılıb. Yəni biz onlar Azərbaycana qarşı revanşist fikirlər sürməyə cəhd edərkən biz də məcburuq ki, onlara bu lazımi cavabı verək və bildirək ki, Azərbaycan dövlətinin mənəvi haqqı var ki, bunları tələb etsin. Əslində sizə deyim ki, o mübahisəli dediyimiz ərazilər də Azərbaycan xalqına məxsus olan torpaqlarıdır. Amma həmin dövrdə Azərbaycan Paris Sülh Konferansında iştirak edirdi və o sülh konferansında da göstərilirdi ki, aralarında ərazi mübahisəsi olan və ərazi mübahisəsi müharibəyə çevirən dövlətlər sülh danışıqlarına buraxılmayacaqdır və ona görə də Azərbaycan, məsələn Gürcüstanla həmin məsələləri arbitraj məhkəməsində həll edəcəyini bildirmişdi və digər ölkələrlə də danışıqlar aparırdı. Məsələn 1919-cu ildə Tiflisdə Ararat Respublikası ilə aparılan danışıqları və s. göstərə bilərik. Amma indi yenə də buna baxmayaraq biz ərazinin zorla dəyişdirilməsi prinsipinin böyük fəlakətə gətirəcəyini qəbul edirik və bizə görə əgər ermənilər bu iddialarının əl çəkdiyini rəsmi şəkildə öz konstitusiyalarında elan etsələr, Azərbaycan da bunu anlayışla qarşılaya bilər. Və yeri gəlmişkən səhv eləmirəmsə, Almaniyanın Osmanlıdakı səfirinin belə bir fikri var idi ki,
ermənilərə bir gölün qırağında dövlət yaradıblar. Çinməklərə yerləri var, amma qurulanmaqlara yerləri yoxdur. Təxminən belə bir fikir idi, səhv eləmirəmsə. Tamamilə doğrudur. Onlara dövlət yaratmaq üçün İrəvanın paytaxt seçilməsi özü də böyük bir prosesin nəticəsi idi və Azərbaycan dövləti əslində həmin anlarda iki zərərli yoldan daha az zərərlisini seçmək məcburiyyəti qarşısında qalmışdı. Çünki Cümhuriyyət hökuməti ya Bakı və Azərbaycanın digər yerlərindən imtina etməli ya da İrəvanı güzəştə getməklə Azərbaycanı xilas etməli idi. Bu səbəbdən onlar belə bir xətti təəssüf ki, seçmək məcburiyyəti qarşısında qalmışlar. Çox doğru deyirsən ki, onların qurmağa paytaxtları belə yox idi. Bir məsələni də deyim ki, bu həmin dövrdə ermənilər indiki kimi Qarabağ, Zəngəzur və Naxçıvana olan iddialarından əl çəkəcəklərini bildirmişdilər. Həm də gələcəkdə Azərbaycanla konfederativ dövlət yarada biləcəklərindən dəm vururlar və s. Bax, bütün bunlar da o dediyin xəttin, yəni onlara çinməyə gölləri olsa da, amma qurulanmağa bir yer də vermək məcburiyyəti qarşısında qaldıq. Doğru. Boran bəy, sonuncu sualımı verəcəm. Sonuncu sual nə ilə bağlıdır? Ümumiyyətlə, mən bir çox məsələlərə tənqidi yanaşmağın tərəfdarıyam. Mən düşünürəm ki, düzdür, indi müəyyən mənada bununla bağlı Azərbaycanda müəyyən mənada problemlər var, amma sosial şəbəkələrə biz baxanda, məsələn, kitablara biz baxanda, biz açıq şəkildə görürük ki, Cümhuriyyətlə bağlı insanlara neynəsələr də Cümhuriyyəti sevmək, onu yaradanları, Məhəmməd Əmin Rəsulzadə olsun və digər onun bütün silahdaşları olsun, hər kəs demək olar ki, onları çox yaxşı tanıya bilir, bunun təbliğatı gedir. İnsanlar ən azından özü təbliğatı ilə məşğuldular. Yəni, bu xüsusi dövlət səviyyəsində olan təbliğat olmasa belə, yəni insanlar bunun təbliğatı ilə məşğuldular. Amma bir məsələ var. Ümumiyyətlə, mən bütün bu tərifləri bir kənara və bu təbliğatı bir kənara qoyub başqa bir məsələnin üzərinə gəlmək istəyirəm. Cümhuriyyətin dağılmasında, təbii ki, ordunun... Bəlkə süqutu demək istəyirsən? Bəli, süqutunda. Cümhuriyyətin süqutunda təbii ki, hərbi müdaxilə var, o başqa məsələ. Amma hansı səbəblər var ki, biz orada hansı və yaxud da ki, səhvlər var ki, biz indi onu təkrarlamamalıyıq ki, çünki biz dünyada indiki hazırki müharibələri görürük. Ukraynanın ərazisini işğal edirlər, sabahları İran kimə neynəyəcək bəlli deyil, Amerika istədiyini eləyir və digər ölkələr də bunu eləyirlər. Yəni, bütün bunlara fonunda biz oradan hansı dərsləri çıxartmalıyıq ki, bu dövləti sonsuza qədər yaşadaq? Çox gözəl sualdır, aktual sualdır. Əslində, Cümhuriyyəti yada salmağın əhəmiyyətinin biri də onu müasir dövrünə siz dediyiniz kimi paralelliyi aparmaqdır. Onun ibrətamiz fəaliyyətindən dərs çıxarmaq. Cümhuriyyətin süqutunu araşdırarkən onun iki başlıca səbəbinin olduğunu görmüş. Onun biri daxili, bir də xarici siyasətdən. Onun süqutunda başlıca həlledici amil xarici siyasətlə əlaqədar idi. Xarici siyasətində içində birinci növbədə Bolşevik Rusiyasının necə olursa olsun, onların öz ifadəsi ilə deyirəm, Azərbaycanı və Bakı deyim ki, bununla hələ 1920-ci ilin yanvarında proses başlamışdı. O dövrdə Bolşevik Rusiyası Denikinlə müharibə apardığına görə birbaşa Azərbaycana hərbi müdaxilə edə bilmirdi. Amma Denikini məğlub etdikdən sonra artıq bilavasitə Cümhuriyyət hökuməti ilə sərhəddə gəlib çıxdı. Bir ordu topladı. Halbuki Azərbaycanın həmin dövrdə vur-tut 40 minə qədər ordusu vardı və bu ordu əsla Bolşevik Rusiyası üçün heç bir təhlükə törətmirdi. Və qurucu babalarımız da bununla bağlı Paris Sülh Konferansında Amerika, Böyük Britaniya, Fransa, İtaliya və digər dövlətlərə müraciət edərək Bolşevik Rusiyasından qoşunları nə üçün Azərbaycan sərhəddindən topladıklarını və onların təhlükə törətdikləri üçün buradan çəkmələrini xahiş etmişdi. Amma təbii ki, Bolşeviklər Rusiyadakı daxili
siyasi vəziyyət, eyni zamanda fabrik və zavodlarının yanacağın olmaması səbəbindən işləməməsi və bunun inflyasiyaya, işsizliyə gətirib çıxarması və fəaliyyət tətillərinin güclənməsi nəticəsində Rusiyanın özündə daxili siyasi vəziyyətin olduqca mürəkkəb olması ilə bilavasitə bağlı idi. Rusiya təkcə Azərbaycan sərhədlərinə hələ 1917-ci ilin martında Arjentikiyaya, Similqaya 11-ci ordunun siyasi rəhbərliyinə telegram vurub bildirirdi ki, necə olursa olsun Azərbaycanı işğal eləmək lazımdır. Hələ Azərbaycanı işğal eləməmişdi. Azərbaycan neftinin Rusiyaya daşınması, istehsalı və daşınması ilə bağlı Serebrovskini rəhbər təyin eləmişdi Rusiya. Və bununla da kifayətlənmirdi. Daxildə 5-ci kolon yaratmışdı. Bu 5-ci kolon funksiyasında 2 qüvvə yerinə yetirirdi. Onun biri ermənilər. Hələ 1920-ci ilin yanvarında Ararat Respublikasının nümayəndələri ilə Moskvada görüş zamanı onlara təklif edilmişdi ki, ən yaxın zamanda Qazax istiqamətindən Cumhuriyyət üzərinə hücuma keçsinlər. Eyni zamanda Qarabağdan, Əskərəndən və Zəngəzurdan hücuma keçərək Cumhuriyyət ordusunun əsas qüvvələrinin şimaldan o istiqamətlərə çəkilməsinə nail olsunlar ki, işğal edərkən 11-ci Qırmızı Ordu çətinlik çəkməsin, əlavə itki verməsin. Əvəzində ermənilərə Qarabağ, Zəngəzur və Naxçıvan torpaqlarını vəd eləmişdilər. İkinci həmin funksiyanı yerinə yetirən Azərbaycan Kommunist Bolşeviklər Partiyası oldu və 1920-ci ildə uzun müzakirələrdən sonra Rusiya Kommunist Bolşeviklər Partiyasının Bakı Komitəsi, əsasən güneyli Azərbaycanlardan ibarət olan Ədalət Partiyası, Hümmət Partiyasının həm Bolşevik, həm də Menşevik qanadı birləşdilər və fevral ayının 11-də Azərbaycan Kommunist Partiyası yaradarkən elə birinci qurultayında silahlı yolla Cumhuriyyət hökumətini devirməyə qarşılarına məqsəd qoydular. Siz görün nə qədər maraqlı idi ki, bu yaranan komünist təşkilatına Azərbaycan adının verilməsi faktik olaraq bir il Rusiya Kommunist Bolşeviklər Partiyasının siyasi bürosunda müzakirə olunmuşdu və sonralar Mikayanın, Kirovun və başqalarının Azərbaycan adının olması ilə bağlı irəli sürdüyü təkliflərdən sonra onlar partiyanın nizamnaməsini pozaraq ərazi təşkilatına millətin adının verilməsinə razılıq vermişlər. Ancaq bu komünist təşkilatı birincisi Azərbaycanda terror aktları törətməli, ayrı-ayrı ərazilərdə insanlara qarşı qəsdlər təşkil etməli, onların evlərini yandırmalıydılar və beləliklə Azərbaycan əhalisində Cumhuriyyət hökumətinin onların təhlükəsizliyini təmin edə biləcək gücdə olmadığı düşüncəsini yaratmalı idilər. Eyni zamanda onlar daxildə də silahlı üsyan qaldırmalıydılar və bu silahlı üsyan üçündə Mikayanın rəhbərliyi altında Həştərxan vasitəsilə Azərbaycana xeyli sayda silah göndərilmiş. Bolşeviklər göndərilmiş ki, bunlara silahla bağlı təlimlər keçsin və s. Bunun da üstü açılmışdı. Amma əlbəttə bu yetərli deyildi. Çünki Azərbaycan silahlı qüvvələri ilə Cumhuriyyətin silahlı qüvvələri ilə Rusiyanın silahlı qüvvələri eyni deyildi. Yeri gəlmişkən deyim ki, Cumhuriyyət hökuməti həmin dövrdə Denikin qoşunları məğlub edildikdən sonra bizim şimal sərhədimizdə olan Dağıstan Dağlılar Respublikası da süquta uğradılmışdı və onların rəhbərliyi də eyni zamanda o dövlətin məmurları da Azərbaycana keçirdi və Cumhuriyyət hökuməti sərhəddə Xudat ərazisində onlara ayrıca bir məntəqə açmışdı və onlara həm gündəlik xərc verirdi, həm də onların yerləşdirilməsinə çalışırdı. Onların məmurlarından, silahlı qüvvələrindən də istifadə olunmağa başlanmışdı. Təəssüf ki, həmin dövrdə beynəlxalq şəraitdə Cumhuriyyətin xeyrinə olmayan dəyişiklik baş verdi. Bizim üçün qardaş olan bir ölkə 1918-ci ildə bizi faktik olaraq ölümdən xilas edən, bizim namusumuzu, irsimizi qoruyan Türkiyə ölümdirim savaşı aparırdı və ölümdirim savaşında həmin dövrdə öz məqsədləri üçün
Bolşevikler onlara köməklik göstərirdi və bu köməkliyin də müqabilində onlar Azərbaycandakı hakimiyyətin Rusiya yönümlülərlə əvəzlənməsi barədə müəyyən razılıqlara təəssüf gəlmişdilər və bu da Cumhuriyyətin süqutuna mənfi təsir göstərən amillərdən biri idi. Yəni, güman olunacaq yer qalmırdı. Azərbaycan hökuməti həmin dövrdə bu təhlükəni görərək böyük dövlətlərdən kömək istədi, lakin heç bir real köməklik olmadı. Hətta silah sursat istəsə də dünya bazarındakından ucuz qiymətə neft məhsulları verərək silah sursat istəsə də təəssüf ki, müsbət cavab olmadı. Onlar bildirdilər ki, güya Cumhuriyyətə veriləcək silahlar ölümdirim savaşı aparan Mustafa Kemal Paşa Türkiyəsinə, yəni Amerika, Böyük Britaniya, Fransa, İtaliya və digərlərindən müharibə aparan bir ölkəyə verilə bilər və bu səbəbdən də onlar Cumhuriyyət hökumətini Türkiyəpərəst. Türkiyə hökuməti bu Cumhuriyyət rəhbərlərini İngilizpərəst, Ruslar isə hər ikisi pərəst hesab elədilər. Amma bunlar şübhəsiz ki, pərəst idilər. Amma onlar yalnız Azərbaycan pərəst idilər və bu da onların müxtəlif görünür ki, taktiki addımlar atmasına və bolşeviklərin şərtlərini qəbul etməməsinə imkan verir. Yer gəlmişkən deyim ki, bu təhlükə ilə bağlı 1919-cu 20-ci il aprel ayının birində parlamentdə müzakirələr aparılmışdır. Həmin müzakirələrdə Azərbaycan Komünist Bolşeviklər Partiyasının üzvü Əli-Heydər Qarayev və digərləri çıxış eləyərək güya ermənilərlə Azərbaycanlılar arasındakı müharibəni törədənin səbəbkarı Cumhuriyyət hökumətidir və onlar bu qırğını törətməklə erməni və Azərbaycan fəhlə və kəndlisi arasında ittifaq yaranmasını istəmir və nəticədə imperialist qüvvələri bu fəhlə və kəndliləri daha asan bir şəkildə bölməyə çalışırlar. Təklif edirdi ki, siz təcili hakimiyyəti sərhədlərimizdə olan 11-ci Qırmızı Orduya verin ki, onlar gəlib bu münaqişəyə son qoysun. Həmin dövrdə Məhəmməd Əmin Rəsulzadə parlamentə çıxış eləyərək bildirirdi ki, mən bilmirəm, Əli-Heydər Qarayev Azərbaycan parlamentində Azərbaycan fəhlə və kəndlisinin vəkilidir, yoxsa Rusiya kəndlisinin. Çünki onlar bildirirdilər ki, siz əgər hakimiyyəti kommunistlərə verməsəniz, kommunistlər hakimiyyətə gələndə siz onların məhkəməsi qarşısında cavab verəcəksiniz. Ona görə də Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Azərbaycan dövləti Qarabağda, Zəngəzurda ölümdirim savaşı apararkən başqa bir asi də Bakıda bizim parlamentimizdə oturur. İstər oradakı asinin adı Vartazar olsun, istər Bakıdakının adı Əli-Heydər. Hər ikisi birdir, hər ikisi qiyamçıdır və Azərbaycan dövlətini devirməyə çalışır deyirdilər. Bu cəhətdən əlbəttə biz qonşu güclü dövlətlərlə çox ehtiyatlı davranmalı, müstəqilliyimiz üçün gələn təhlükəni əlbəttə önləməyə çalışmalıyıq və buna görə də biz onları Azərbaycan dövlətindən həmin ölkələrə hər hansı bir dəfələrlə də Azərbaycan prezidenti bunu bildirir. Azərbaycan dövlətini, o dövlətin ərazisindən onlara qarşı istifadə edilməyə 3-cü blokədən icazə verilməyəcək. Onlara təhlükə törətmirik və bax bu istiqamətdə mənə belə gəlir ki, təbliğatı biraz da gücləndirməliyik. Açığı tam sizə səmimi deyirəm, bu məsələni xeyli araşdıran bir insan kimi deyə bilərəm ki, dövlətdə müəyyən çatışmamazlıq, nöqsanlar var idi. Heç kəs bunu inkar eləmir. Məsələn, deyək ki, aqrar islahatı həyata keçirilməmişdi. Amma bu aqrar islahatla bağlı qanun layihəsi hazırlanmışdı və bu qanun layihəsi 2 oxunuşdan keçmişdi. İkinci qanuna görə 3-cü oxunuşdan keçməliydi və bu 3-cü oxunuşu isə Cumhuriyyətin sübutu imkan vermədi. Yaxud da digər bəzi nöqsanlar vardı. Amma bu nöqsanlar Ararat Respublikasında, Gürcüstanda, Ukraynada, Pribaltika Respublikalarında da vardı. Bəs onların devrilməsinə nə səbəb olmuşdu? Bəzən hətta bəziləri deyir ki, Cumhuriyyət hökuməti hədsiz dərəcədə demokratiyaya uymuşdu və orada ermənilərə 21, ruslara 10, digər milli azlıqların hər birinə də bir nümayəndə ayırmışdı və buna görə devrildi. Xeyr, belə deyildi.
O ölkələr ki, belə bu şəkildə ölkələrində yaşayan bütün milli azlıqlara qanunverici orqanında və yaxud da icra edici orqanı olan hökumətdə yer ayırmamışdı. Bəs onların işğalına nə səbəb olmuşdu? Əlbəttə bunlar hamısı dediyim kimi Bolşevik Rusiyasının 1914-cü il sərhədlərini bərpa etmək istəyi və təəssüf ki, həmin dövrdə də Paris Sülh Konferansına toplaşanan böyük dövlətlərin də zənnimizcə biganə yanaşması olmuşdur. Təşəkkür edirəm Boran bəy, minnətdaram. Bu Bolşevik sözün dediniz, amma təəssüf ki, mən indiki dönəmdə Azərbaycanda çoxlu şəhərdə adı Bolşevik olmasa da, kapitalist olsa da, amma Bolşevik düşüncədə olan insanların olduğunu görürük. Bunun özü də hesab edirəm ki, bir problemdir. Tamamilə doğru deyirsin, problemdir. Əgər biz müstəqillik dövründə heç olmasa qiyabi də olsa Cumhuriyyətin devrilməsində rolu olan və fəaliyyət göstərən adamlara məhkəmə keçirilsəydi, bugün onlar özlərini yenidən kommunist adlandırıb başqa bir dövlətə xidmət eləməyə cürət eləməzdilər. Çox doğru deyirsən ki, bu çox vətənpərvərliklə bağlıdır. Bugün heç kəs Azərbaycandan kənarda qonşu bir ölkənin dövlət orqanlarında əyləşib müstəqil Azərbaycan dövlətini devirmək və onu yenidən həmin ölkənin satelitinə çevirməyə cəhd edən adamı nə tərifləyə bilmərik, nə də müdafiə etmərik. Buna bizim əxlaqımız həm də yol verməz. Bəs necə ola bilər ki, biz özünü Cumhuriyyətin varisi olunan bir dövrdə həmin adamlara haqq qazandırırıq, onların adına küçələr qalıb, heykəllər qalıb. Əlbəttə bu çox çətin bir məsələdir və doğru qeyd edirsiniz ki, bu vətənpərvərliklə bağlıdır. Bu Azərbaycan dövlətini qorumaqla bağlı olan məsələdir və biz buna qarşı da mübarizə aparmalıyıq. Amma səbirlə, təmkinlə, radikal yox, təbii ki, müəyyən şərait yetişdikcə bunları həyata keçirmək doğru olar. Boran bəy, çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Düşünürəm ki, ümumiyyətlə bütün suallarıma ən azından istədiyimiz cavab ala bildik və hesab edirəm ki, izləyənlər də bu məsələdən, bu müzakirədən hesab edirəm ki, razı qalacaqlar. Və bir daha sizin bayramınızı təbrik edirəm, elə məhz Cumhuriyyət bayramınızı təbrik edirəm, izləyicilərin də bayramını təbrik edirəm. Həqiqətən də 28 may yeri çox fərqlidir. Doğru. Tamamilə doğru deyirsiniz. Mən sizə təşəkkür edirəm ki, belə gözəl bir gündə, bayram günündə ürəyimizdə olan fikir və düşüncələri sizin çox dəyərli tamaşaçılarınızla bölməyə imkan verdiniz. Ay Səxavət bəy. Bax, bizim ürəyimizdə bir barmağımıza tikan batanda, əzizim, gedirik həkimə, nə bilim, o nələrdən keçirik və nə qədər əziyyətdən sonra barmağımızdakı tikanı çıxaran həkimə 50 dəfə, 1000 dəfə çox sağ ol deyirik. Amma bu bizim ürəyimizdə olan tikanlardır və siz bu ürəyimizdə olan tikanları, mənəviyyatımızı incidən cəhətləri aradan qaldırmağa kömək elədiniz və bu misilsiz bir köməkdir, misilsiz bir təbliğatdır. Var olun əzizim, sağ olun. Ona görə də mən həm də bizim dəyərli tamaşaçılarımızdan onu bir daha bəyənməyi və onu yaymağı xahiş edirəm. Təşəkkür edirəm. Kanala abunə olmayanlar da kanala abunə olurlar. Sağ olun, var olun. İzlədiyiniz üçün təşəkkürlər.